Hamilelik dövründə aşkar edilən anadan ürək qusuru necə müalicə olunur? Çox ağır, bizim üçün kliniki məna daşıyan bir xəstəlikdir. Nə mənada? Qusur növünə görə. Deyəlim ki, çox mürəkkəb anadan gəlmə ürək qusuru biz aşkarladıq hamilənin 16-cı, 20-ci həftəsində civarında. Deyəlim ki, gipoplastik sol kalp sendromu, yəni sol ürək boşluqlarının heç olmaması, inkişafdan geri qalması. Mən tövsiyə edərdim ki, o uşaq dünyaya gəlməsin. Niyə? Hər canlının yaşama şansı var, eyvallah. Razıyam sizinlə, kitablar da deyir. Ancaq bu uşaq dünyaya gəldikdən sonra 3 mərhələli ürək əməliyyatı keçirəcək. Yaşatmaq üçün yaşayacaq. Misal verəm, mən hər zaman xəstə təqdim edəndə valideyni izah edirəm ki, sən inkişaf edirsən, ana bətnində görürsən ki, sənin sağ ayaq qolun yoxdur. Sağ ayağın yoxdur, sol ayağın yoxdur. Niyə edərsən? Ömrü buna protez taxılacaq. Ömrü bu insan əlil olacaq. Yaşatmaq üçün yaşayacaq. Bu ürək də belə, ürəyin sol tərəfi inkişafdan geri qalıbsa və ya sağ ürək kameraları inkişafdan geri qalıbsa, elm inkişaf edir, cərrahi inkişaf edir və s. Mərhələli olaraq 3 dəfə əməliyyata keçəcək bu insanoğlu. 1. Hər əməliyyatda ölüm payı yüksəkdir, bu 2. Və apardığımız əməliyyat növləri, deyərəm ki, uşağın sıfır olma ehtimalı daşımır. Bunlar köməkçi cərrahilərdir. Suni tünellər yaranır, suni damarlar yaranır, suni qan dövrü sağlanır ki, bu insan yaşasın. Təbii ki, o yəni yarılmamış bir ürəyin eyni olmayacaq və ya elə bir qusurlar var ki, qapalı və ya açıq ürək əməliyyatı biz eləyirik, tamamilə xəstə sağaldı, valideynə təhvil veririk. Təbii ki, onlar yaşatdırılacaq, dünyaya gələcək, əməliyyatlar da olunacaq, hər şey öz qaydasına gedəcək. O ayrı. Ancaq mürəkkəb ürək əməliyyatı ana bədəni biz aşkarlayıb və bu devlətin maliyyəsində də çox böyük bir ziyanı. Bu əməliyyatlar bahs etdiyim 15-20 min dollar civarında başlayan əməliyyatlardır. Yəni hər mərhələ bunun reanimasiyası var, osu var, busu var və s. və ilaxır. Bunlar olmasın deyə dediyim kimi vaxtın düzgün diaqnostika və həkimin təcrübəsi, valideynlə ünsiyyəti ən önəmli faktorlardan birisidir. Bu tür videonu izləmək üçün dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun. Ona görə gərəkən tibbi xidmət göstərilsin.